Bu gün 44 günlük Vətən müharibəsinin qəhrəman igidlərindən olan Şuşa Fatehi Əliyev Fuad Raminoğlu'nun anım günüdür. Şəhadətindən bu gün 5 il ötür. Allah ruhuşlar eləsin. Fuad qardaşımızın, bizim qəhrəman qardaşımızdır. Vətənimiz üçün, millətimiz üçün canından keçən qardaşımızdır. Allah ailəsinə can sağlığı versin, səbir versin inşallah. Xüsusi təyinatının qəhrəman oğlanlarından biri olubdur. Hansı ki, hamı bilir ki, xüsusi təyinatlılara hər oğul seçilmir, hər oğul götürülmür. Fuad da bizim o qəhrəman qardaşlarımızdan olubdur ki, həqiqətən də vətənini öz anası kimi sevib, o silaha sarılaraq vətənin keşiyində olub, şəhadət aldı. Ruhu şad olsun. Biz həmişə böyük qürurdan alırıq Fuad qardaşımıza və özümüzə borc bilirik ki, onların ziyarətlərini tək xüsusi günlərində yox, adi bir günlərdə də imkan olduqca hər zaman ziyarətində olub, ziyarət edirik. Ruhu şad olsun, başınız olsun, hər atıya qismat olmur. Ağır dərdli olmağına, amma qürurlu bir dərdli. Ruhu şad olsun. Buyurun Süleyman. Cennet mekan olsun. Bütün ailelərə, atalara, analara, hər kəsə səbir dözün. Can sağ olardı. Allah hamıya səbir versin. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq, kişilik, cəsurluq döyüşlərini mühafizə edərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətləri olan Fuad Raminoğlu Əliyevin adı müasir tariximizə qızıl hərflərlə yazılmış şəhərlərimizdən biridir və onun xüsusi xidmətlərini qeyd etmək lazımdır ki, kəşfiyyatçı olaraq Şuşanın düşmən işğalından azad edilməsi uğrunda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düşmənin məhv edilməsi istiqamətində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində çox böyük qəhrəmanlıq nümunəsi nümayiş etdirmişdir. Həqiqətən 21-ci əsr tariximizə Fuadın adı digər şəhərlərimiz kimi Azərbaycanın Vətən müharibəsi qəhrəmanı, milli qəhrəmanı adına layiq olan səviyyədə daxil olmuşdur. Allah cəmi şəhərlərimizə rəhmət eləsin. Bu günler biz Soğuzturan Şəhid Ailələr Birliyi olarak ailənin yanında olmuş, balamızın bir günün mərasimində valideynlərə dəstək olmaq üçün durulur. Biz bu oğulları gerek unutmayaq, heç bir kəs unutmasın gerekir. Bu oğullar elə bir oğulları Azərbaycan sayəsində qızıl hərflərlə yazılmış Zəfər Günü bayramı bunların sayəsində yaranır. Bunlar bu ölkənin elə bir cəsur oğulları qorxmacaqlar idi ki, bunlar ölkə batısının siyasətinin nəticəsində yumruq əməliyyatını birləşdilər. Bu əməliyyat nəticəsində də neçə yüzildən bəri işğalda olunmuş torpaqlarımızdan bir hissəsi olan Qarabağ dilbər düşəndi. Qarabağımızı kafirlərdən təmizlədilər, kafirsiz Qarabağ yarandı. Qarabağın 100 il əvvəl status verilmişdi ona, muxtar vilayət, o vaxtdan əlimizdən alınmışdı. İndi bu uşaqların bu məftiyin cəsurluğunun nəticəsində bu status olundu, Qarabağ Azərbaycanlı oldu, Qarabağ əvvəl də Azərbaycanlı olur. İndi də Azərbaycanlı gələcəkdə də belə mərd oğulların sayəsində Azərbaycanlı oldu. Buna görə də bu evlatların valideynlərinə hər birinə səbir diləyirəm. Bu yaranmış əmrə maraq daim olsun. Allah'a qaldırdığı bayraqlar həmişə ölkəmizin adını yüksəklikdə davalandırsın. Qazilərimizə də Allah'tan şəfa diləyirəm. Qarşıları da Allah canlarını sağ eləsin, ömrlərini uzun eləsin. Var olsun. Bütün valideynlər evlatlarının xoş günlərini görməyini arzu edirəm. Amin. Ölkə batısından orada Allah can sağlığı versin, ömür ömrü versin, əksik olmasın ölkəmizdə.
Sağ olun. Biz 27 sentyabrdan etibarən 2000-ci il tarixində anlat gün bilirdik. Vətən müharibəsi cənab prezidentimizin öz fərmanına, sərəncamına əsasən başladı və 44 gün müddətində əzmli, peşəkar bir hərbiçilərin və eyni vaxtda cənab prezident vurguladığı kimi dəmir yumruqda bütün xalq olaraq birləşərək bütün torpaqlarımızı düşmən tapdağından azad etdik və hal-hazırda biz bütöv bir Azərbaycanın vətəndaşlarıyıq və hər yerdə qürurla öz sözlərimizi uca səslə deyə bilirik. Və biz bütün şəhidlərimizə, bütün qazilərimizə borcluyuq bu suveren, müstəqil və bütöv Azərbaycanın üzərində gəzməkdir. Allah'tan bütün cəm şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlıq diləyirəm və bütün şəhid ailələrin hər birinə səbir diləyirəm. Allah rəhmət etsin. Çox sağ olun.